çox maraqlı bir layihə var, onu indi diqqətinizə çatdıracağım. Belə ki, Sosial Xidmətlər Agentliyinin təşəbbüsü və dəstəyi ilə Atalar Məktəbi proqramının icrasına start verilib. Proqramın məqsədi ataların məsuliyyətli valideynlik bacarıqlarının gücləndirilməsi, ailə-daxili münasibətlərin sağlam əsaslar üzərində qurulması, uşaqların fiziki və psixoloji inkişafının dəstəklənməsidir. Layihə pilot mərhələdə 10 mərkəzdə həyata keçiriləcək. Layihə çərçivəsində mərkəzlər üzrə müvafiq bilik və bacarıqlara malik 10 fasilitator seçilib və onlar üçün xüsusi hazırlıq təlimləri təşkil edilib. Təlim keçən fasilitatorlar dekabr ərzində bölgələrdə atalar üçün təlim və müzakirə görüşlərinə başlayacaqlar. Ümumilikdə 250 ata layihəyə cəlb olunacaq. Növbəti mərhələdə proqramın əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur. 10 bölgədə bu layihəni həyata keçirmək istəyirik. Həmin statistikalarda göstərilir ki, həmin ərazilərdə çətin şəraitə düşən ailələr daha çoxdur. Bu baxımdan Azərbaycan müxtəlif bölgələrində Bakı, Sumqayıt, Xırdalan, Gəncə, Lənkəran, Masallı, Cəlilabad, o cümlədən Tovuz, Şəmkir rayonlarında fasilitatorlar tərəfindən fasilitasiya Atalar Məktəbi həyata keçiriləcək. Bu və ataların maarifləndirilməsi, ailədə atanın rolunun daha da gücləndirilməsi istiqamətində işlər aparılacaqdır. Atalar Məktəbinə fasilitator kimi qatılmışam. Düşünürəm ki, bu Atalar Məktəbinin faydası böyük olacaq. Hətta mən özüm də burada iştirak müddətində gördüm ki, nə qədər fayda qazandırdı bizə.